etilən xəstələrimiz zob xəstəliyindən müraciət edirlər. Zob xəstəliyi də bilirsiniz, hər zaman deyirik, düyünlü zob var, diffuz toksiki zob var, yəni zəhəri zob var, endemik zob var, Haşimito xəstəliyi. Hətta endemik zob var, yerlərdə yod çatışmamazlığı ilə bağlı olaraq. Bütün hallarda da onu yenə də təbii üsullarla müalicə edirik. Təbii üsullarla müalicə eləmək üçün də mütləq müayinə olur. Müayinənin cavabından asılı olaraq bəzən görmədən deyirlər ki, doktor, bunun müalicəsini nə eləyəcək? Mən görmədən, yoxlamadan, o mümkün deyil. Baxıcı deyil həkim, həkim yoxlamalıdır. Bu bilici olar ki, məsafədən, neçə kilometr məsafədən bilək sənin dərdin nədir? Əgər bilirsən, təbii ki. Bu baxımdan da orada da təbii müalicələrin içərisində də xeyli işi asanlaşdıran qurbağa ilə müalicə çox gözəldir, çox möhtəşəmdir. İlk gündən əlin əsməsi dayanır, ürək döyüntüsü normallaşır, tərləmə dayanır, yuxu dərinləşir, əsəblər sakitləşir. Qurbağa qədər yuxu gətirici elə bir canlı yoxdur. Bugün mənim də zobum var, bugün mən bağlamışdım və təbii ki, yuxu verir. Yuxu verir, həm də sinir sistemini sakitləşdirir.